daha bir ölkə İrana qarşı çıxıb. Səudiyyə Ərəbistanı İran zərbələrinə cavab olaraq Qətəri hər cür dəstəkləməyə hazırdır Səudiyyə Ərəbistanı. Unikal xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Səudiyyə Ərəbistanı Krallığı İranın qardaş Qətər dövlətinə qarşı törətdiyi təcavüzü qəti şəkildə pisləyir. Bu beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulmasıdır və heç bir halda haqq qazandıra bilməyən, tamamilə qəbul edilməz bir hərəkətdir. Bəyanatda deyilir. Təbii ki, insanlar, elə dövlətlər də var ki, onların hər birisi sülh tərəfdarıdır. Heç kim müharibə istəmir. Hamı rahat yaşamaq istəyir. Qısaca ömrümüz var. O qədər problemlər yaşayırıq ki, yəni müharibənin problemini, müharibənin dəhşətini, müharibənin qorxusunu heç kim yaşamaq istəmir. Təbii ki, hər birimiz sakit, əmin-aman bir ölkədə, bir dövlətdə yaşamağı özümüzə arzu edirik. Şükürlər olsun ki, bizdə hər şey yaxşıdır. Sarı Səfra Bahadır'da.